Hamıya salam dostlar. Bugün sizlerle birlikte YouTube videosu çekirik. YouTube videomda Roblox'ta unuttuğunuz şifreyi necə geri qayıda biləcəyimizi göstereceğim. Demək ki, videoya keçmədən öncə kanalıma abone olup like atmayı unutmayın. Bildiğiniz kimi Roblox'a daxil olanda oradaki şifremi görə bilmirdi. Bu mümkün değil. Bunun için buradan Google Chrome'a daxil oluruq. Ve burada sağ köşede 3 adet nöqtə var. Bunu gördünüz. Vurursunuz buna ve buradaki ayarlar hissesine daxil olursunuz. Ayarlar hissesine daxil olduğunuzda baxın. Burada göstərir. Google Parol Meneceri. Google Parol Menecerinə vuranda buradaki sizdə burada parolda hesabı yadda saxla yeri var. Ora vurduğunuzda pin istifadə edəcəyəm. Mən pini yazıb gəlirəm. Sizdə barmaq sədif və pin istəyə bilər. Pini yazırım. Yazıb gəlirəm. Gördüğünüz gibi bakın parol Google hesabında yadda saxlayın var. Parolu yadda saxlayına vururuq. Və bəli görürsünüz Oba Plus Roblox gəlir. Deməli Roblox'a vurduqda burada da yeni pin istəyir. Pini yenidən tez qeyd edirik. Qeyd etdikdən sonra baxın görürsünüz mənim adım burada çıxdı və buradakı göz işarəsini vurduğumuzda bizim parolumuz göz qabağına çıxacaq. Siz də bu videodan istifadə edərək Roblox'un unutduğunuz parola geri dönə bilərsiniz. Sağ olun, salamat qalın.